Yaxşı ki, insanların üzərində eksperimentlər bütün dünyada ləğv olunub. Yoxsa hər gün belə xəbər eşidərdik. Deməli belə, bir xanım naməlum səbəblərdən ölür. Goodwin Baxter adında professor isə xanımı dirildir və beyninin yerinə körpə uşaq beyni yerləşdirir. Və tamaşaçı yaşlı başlı qadının özünü necə körpə uşaq kimi apardığına şahid olur. Bu bəzən gülməli, bəzən cringe, bəzən isə çox dramatik görsənir. Və professor Baxter bu xanımın simasında öz eksperimentinin adını Bella qoyur və ona öz uşağı kimi baxır. Lakin Bella zahirən balaca uşaq deyil və bunu professordan başqa hamı anlayır. Yazıq Məxluqlar filmindəki roluna görə Emma Stone Oscar qazanmışdı və o 100% ki qələbəyə layiq idi. Bu film ilk görünüşdə seçim və azadlıq barəsindədir. Lakin altda hələ çox mənalar gizlənir. Baxmağınızı çox məsləhət görürəm. Şərhlərdə hansı janr filmləri daha çox bəyəndiyinizi yazın və Pop Filteri bütün sosial şəbəkələrdə izləməyi unutmayın. Çünki biz olmasaq belə filmləri sizə kim deyəcək?